Azərbaycan Kinematografçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev vəfat eləyib. Tanınmış aktyor İstanbulda yerləşən Memorial xəstəxanasında dünyasını dəyişib. Qeyd eləyək ki, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Rasim Balayev ilk rolunu Ulduzlar Sönmür filmində alıb. Daha sonra o, Bu şirin söz, azadlıq, Sənin birinci saatın, Xoşbəxtlik səhnəsi, Mən hələ qayıdacağam, Birisi gün gecə yarısı kimi ekran əsərlərində epizodik rolları uğurla canlandırıb. Rasim Balayev Nəsimi, Babək və Dədə Qorqud filmlərində yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb. Rasim Balayev həmçinin Özbək film, Mosfilm və digər studiyalarla fəal əməkdaşlıq eləyib və bir sıra filmlərə çəkilib. O, 2022-ci ildən Azərbaycan Kinematografçılar İttifaqının sədri vəzifəsini icra eləyib.